Sürücü sükan arxasında yuxuladı, iri tonnajlı yük avtomobilini aşırdı. Hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində baş verib. 41 yaşlı Şəmkir rayon sakini Elşad Qasımov sükan arxasında yuxuladığından idarə etməni itirərək yük avtomobilini magistral yolda olan dəmir ara kəsmələrə çırpıb. Zərbənin gücündən DAF markalı avtomobilin üzərində olan mazut dolu çən yola aşıb. Qəza zamanı yanğın hadisəsi baş verməsə də mazut yola dağılıb. Dörd zolaqlı yolun iki hissəsi bağlandığından avtomobillər bir müddət əks yolda hərəkət etməli olublar. Sürücü qəzadan xəsarətsiz ötüşsə də yol təsərrüfatına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Şalə Bayramlı, Şamxal Cəlloğlu, Səs TV, Goranboy.